Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin, Bilişim Vadisinin və Saha Robotik şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən Robokod robotik kodlama düşərgəsi yekunlaşıb. Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin İnnolənd şöbəsinin müdiri Nicat Əmraslanov düşərgə barədə Asan TV-yə ətraflı məlumat verdi. Artıq ikinci Robokod kodlama düşərgəsi həyata keçirilir. Bu İnnovasiyalar Mərkəzi, İnnolənd İnkubasiya Aksiyası Mərkəzi, Saha Robotics və Türkiyənin Bilişim Vadisi ilə birgə həyata keçirilən bir proqramdır. Əsas məqsəd bu sahədə olan startaplara, şirkətlərə dəstək göstərməkdir və dediyim kimi artıq ikinci proqramı həyata keçirdik və bu günləri sonuncu gündür, demoda idi və ötən ilin qalibləri Saha Robotics'dən və Bilişim Vadisindən ödənişsiz olaraq iş mühiti üçün şərait yaradılmışdı və onlar Türkiyədəki bu ofislərdən pulsuz olaraq istifadə edə bilərlərdi. Bugünkü tədbirin yekunu olaraq qalib gələcək startaplar üçün də bu mükafat nəzərdə tutulub. Bir ay davam edən düşərgəyə ümumilikdə 321 nəfər müraciət edib və kriteriyalara əsasən seçilmiş 70 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlimlərə ROS-un əsasları, robotların simulyasiyası, robot hərəkət sistemləri və digər texnoloji mövzular daxil olub. Saha Robotics şirkətinin robotexnika proqram təminatı mühəndisi Bahadursun Asan TV-yə verdiyi müsahibəsində iştirakçıların düşərgə müddətindəki fəaliyyətindən danışdı. Bugün sizlerle beraber Türkiye'den Saha Robotik adına Azerbaycan'daki gençlere Aşsan ismi altında robotik kodlama eğitimi için geldim. Önümüzdeki bir yaklaşık olarak 4 haftalık bir eğitim süreci ve üzerinde de canlı olarak robot üzerinden ve canlı bölgede testler gerçekleştirdik. Bugün ise arkadaşlarımızın sunumunu canlı olarak göreceğiz. Komandalar tərəfindən hazırlanan robot prototipləri münsiflər heyət tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən birinci yerə A40 komandası, ikinci yerə Medbot komandası, üçüncü yerə isə Waymate komandası layiq görülüb. Qaliblər öz təəssüratlarını Asan TV ilə bölüşdülər. Burada mənim qoşulma məqsədim data analitika üzrə biliklərimi robotikaya döndərmək və bu haqda biliklərimi də həmçinin öz inkişaf yolumda təkmilləşdirmək oldu. Bundan sonra isə bizim üçüncü qrup olmağımız, yəni üçüncü yerə nail görülməyimiz bizim üçün çox xoş oldu. Gələcək inkişaf yönümlü layihələrdə daha çox iştirak edərək ideyalarımızı innovativ yollarla inkişaf etdirməyi düşünürük. Bu iki layihəmiz daha çox ideyamız üzərində daha çox işlədik və hospitallarla bağlı idi. Hansı ki biz hospitallardakı servisi daha səviyyəli bir təbəqəyə çatdırmışdıq robotların vasitəsilə. Bu bootcampdə əldə etdiyimiz bilgilərlə də bu öyrəndiklərimizi tətbiq etdik və robotlar üzərində müəyyən qədər ilərlənmə əldə etdik. Mən və komandam hal-hazırda çox sevinirik, çünki biz robotik kodlama ikinci proqramlaşdırma düşərgəsində birinci yerin sahibi olmuşuq. Hakatonun təşkil olunmasında iştirak edənlərə minnətdarlığımızı bildiririk. Çox maraqlı bir yarışma oldu, yeni komandalarla tanış olduq. Həmçinin sahib olduğumuz qabiliyyətdə çox yüksək səviyyədə göstərdiyimiz üçün jürilər tərəfindən yüksək dəyərləndirdiyimiz üçün minnətdarlığımı bildirirəm. Robokod düşərgəsi 2023-cü ildə İnnovasiyalar Mərkəzi və Bilişim Vadisi Bakı arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən ölkəmizdə artıq ikinci dəfədir ki, təşkil olunur.